İsti yay günlərində bizə fərahlıq verən, həmçinin də orqanizmimizin su ehtiyacını ödəyən qarpız və yemiş istehlakı artır və bilirsiniz ki, qarpızın 90-92% sudur. Həmçinin də müxtəlif vitamin və minerallardan zəngindir. Belə ki, tərkibində maqnezium, kalsium, C vitamini və digər minerallar var. Həmçinin də qırmızı rəngdə bilirsiniz ki, meyvə-tərəvəzlər likopendan zəngindir ki, bu da qarpızın faydalı xüsusiyyətlərini biraz daha artırır, antioksidant təsir göstərir. Qarpız aldığınız zaman ilk növbədə baxırsınız ki, səthi parlaq olsun və hamar olsun. Əgər matdırsa və o zaman bu təzə qarpız deyil. İkinci bir məsələ, qarpızın üzərində müəyyən ləkələr ola bilər ki, bu torpaqla təmas etdiyi yerlərə məxsusdur bu ləkələr və bundan əlavə də saplağına baxmalıyıq. Əgər qarpızın saplağı yaşıl rəngdədirsə, o hələ tam yetişməyib. Yaxşı olar ki, saplağı sarı rəngdə olsun. Və bundan əlavə qarpızı istehlak edərkən xüsusilə diqqətli olmaq lazımdır. Çünki qarpız yemiş torpaqla təmasda olan giləmeyvələr olduğu üçün onların üzərində müxtəlif bakteriyalar ola bilər, mikroorqanizmlər ola bilər ki, yaxşıca yuyub, daha sonra təmiz bıçaqla kəsmək lazımdır. Yəni, yaxşı olar ki, qarpızı alanda kəsdirməyəsiniz, gətirib evdə yuyub özünüz kəsəsiniz ki, onun üzərindəki mikroorqanizmlər bizə problem yaratmasın sonra. Və bundan əlavə, yaxşı olar ki, qarpızı yemişi kəsildiyi gün istifadə edəsiniz, amma saxlayacaqsınızsa, kəsilməmiş qarpız yemişi 15-20 dərəcə temperaturda, kəsilmişi isə ağzı qapalı qablarda 5 dərəcə temperaturda soyuducuda saxlamağınız tövsiyə olunur.